Bismillahirrahmanirrahim. Ulu Tanrı'nın adıyla. Cəhalət mühəndisliyinə qələbə. Cəhalət mühəndisliyinə qələbə bərnaməsinin 196-cı bölümündəyik. Umarım ki, keyfiniz sazdır, hər şey sizin üçün yaxşıdır inşallah. Mənim üçün yaxşıdır inşallah. Allaha şükür olsun. Həmd olsun ki, bu günü bizə ömrü qismət elədi. Və habelə nəsib eləyib buracan ki, iradə eləyək və kitab türk dilində, türk uyğarlığında, türk mədəniyyətində, türk yazı uyğarlığında, türk dil uyğarlığında, mədəniyyətində, türk düşüncə uyğarlığında, türk duyğu, ehsas uyğarlığında, türk ağıl işlətmək uyğarlığında, ədəbiyyatı və müxtəlif sahələrdə çalışmağa çalışıram və dərinləşməyə çalışıram. Yəni o uqyanusun dərinliklərinə girməyə çalışıram. 196-cı cələsəni başlayırıq. 195 cələsə ən azından 250 kitabı vərəqləmişik. Oxumasaq da vərəqləmişik. Savadımız 0 idi, deyək ki, 100-dən əgər 0 idi, deyək ki, indi %10-a çatdırmışıq. Yəni 196 cələsədə deyək, 4-5 cələsədən sonra 200, 400 saat deyək, vaxt qoyacağıq, vaxt qoymuşuq üst-üstə ya 350 saat və %10 özümüzün keçmişindən tanış olmuşuq. Allaha min mərtəbə şükür olsun. Bu gün gələk ki, şansımıza hangi kitab gəlir, türk dünyasından onu açaq və ondan hal eləyək. Bu kitabları bilirsiniz, 1-2 həftə bundan öncə bunları indirmişik və başlamışıq oxumağa. 170-ə yaxın kitab, fəqət bu səfər indirdik. Dünənləri fikir edirəm ki, nəsihətnaməni oxuduq dünənləri. Bu nəsihətnaməni oxuduq. Açıq görək ki, odur ya yox. Bu nəsihətnaməni fikir edirəm dünən oxuduq. Bəli, mən bu nəsihətnaməni oxudum. Çox gözəl yazılıbdır. Sədi filan bunun yanında gərək oturalar. Şagirdlik eləyərlər məncə. Bu birisi nəsihətnaməni açaq görək, bu nədir? Onu dünən oxumuşuq. Bu nəsihətnamədir burada. Princeton University Library. Bu da Princeton University Library, yəni Princeton danışgahının kitabxanasında, kitab evində saxlanır. No known copyright. Princeton University Library ətraflardan Princeton Library hardadır? Fəqət orasını bilsək yetər bizə. Görək bu hardadır? Gərək baxaq ki, Princeton University fikirəm ki, bunu biz eləyə bilsək, buradan götürsək, yaxşı olar. Getirək bura və gedək Google-da deyək ki, bizə bunu tap da. Əlbəttə, bu calibdir. Bunun PDF-ə bənzəmir. Bu çox Word şeyinə bənzir. Burada vurubdur, gətiribdir. Princeton, New Jersey. Tamam, Amerikada New Jersey eyalətindədir. Orada Washingtonun yanındadır. Burada, bu danışgahda bu kitab saxlanır. Tamam, bunu buradan biləndən sonra gedək görək ki, burada nə yazıbdır? Princeton Collection of Islamic Manuscripts 3rd Series. Zahirən bu kitabxananın çoxlu
İslam haqqında əlyazı kitablar toplayıbdır ki, bu 3-cü bölümüdür. Yəni bölüm-bölüm bunları ehtimalən qəfəsiyə qoyublar, bir rəfə qoyublar. İndi burada biz bir bölümlə üzbəyüzük 3-cü bölümdən bir kitabla. Bu kitabın burada vurduğu 1808-ci ildə bu gəlibdir. Nömrəsi də 266-dır. Burada şey olubdur. Bu da o universitetin armıdır. Kitabın bu birinci səhifəsi olsa əgər, bu ikinci, bunlar kitabın bu cildidir əlbəttə. Bu səfə kimi görürük, bu cildidir. Bu da cildindən sonra yazılmış bir şeydir. Sümmə intiqala ilə Abdihil Fəqir İbrahim Ədhəm xulafai məktubi sadr ali. Burada bir şey de yazılıb oxuyam. Sümmə intiqala ilə Abdihil Fəqir Abdurrəzzaq Bahir bu da elə onuncudur. Həman bu ad yazıbdır. Bunu oxuyan biləm. Qərəfilxay ya Qənən xulafay. Bu necə beləsi bir şey yazılıbdır. Divan-ı Humayun və xulafay məktubun arisi. Sətri 25 dana ehtimalən. Zahirən bir adam deymiş. Burası silinib. Ehtimal bilə nəzərə gəlir ki, silinmiş olubdur. Yazıb ki, sonra müntəqil oldu mənə. İbrahim Ədhəm nə mənəsi ona oldu. Sonra da İbrahim Ədhəmdən ilə Abdülhəqir Abdurrəzzaqa. Abdurrəzzaq həzrətlərinə keçib bu kitab. Min məvahibil Rabbi əl-Kərim ilə Abdihil Fəqir. İndi burada gənc oxuyaq bunu. Nə min oxuyaq? Muhammed ehtimalən gənc olacaqdır. Muhammed Yazadə Muhammed Yazadə Əlhac Muhammed Yazadə İbrahim ya da Əlhac İbrahim 1223-cü ildə bu adama gəlib. Kitab bunun sonunda buraya yetişibdir. Hər halda, əvvəl bu kitab biraz qıssa, kiçik eləyək səhifəmizə yerləşsin, bir baxaq. Burada görürük, biraz kəsilibdir. Ondan sonra çox da bir eyb-irad görməyibdir inşallah. Səhifələrimizə baxaq. Burada bir görürük, bir dənə hərf qərərləyiblər, təzəşdən yazıblar. Ondan sonra dövrəsində çarçıvə çəkməyiblər, azad. Üç tərəfində hər səhifənin üç tərəfində yer qoyublar yazı üçün və aşağı da o birisi səhifədə nə yazılacaq onu da yazıblar ki, bəlli olsun, səhifələr cırılsalar, itilsələr tapılsın rahatca. Xətt çox gözəl türkcə yazılıbdır. Çox gözəl əlifba ilə, çox gözəl türkcə, ərəbcə əlifba ilə yazılıbdır. O qədər gözəl yazıb ki, mənim kimi bir savad, bizim kimi bir savadsız türk dilində eləyə bilər bunu oxusun, bu kitabla əlaqə qursun. Belə nəzərə gəlir ki, bu kitabı ya sonra oxuyanlar götürüblər, siliblər, qərəliyiblər, ya da ki, bu elə birinci, yaxşı əl yazısıdır. Çünki çox yerdə kəlmələri qərəliyiblər, təzəşdən yazıblar. Bu, bunu göstərir ki, bu ikinci dəfə oxunanda yazılıbdır, yoxsa birinci dəfə yox. Çünki kəlmənin davamı var. Cümlənin əgər, məsələn, birinci, bəlkə də nüsxədir bu, yəni əvvəlki əsl yazıdan nüsxələr gəlir də, bilirik, hər kitab beləsidir. Ehtimalən bu da o cür olar. Çünki əgər birinci əl yazı olsa, yəni ana əl yazı olsa, bunu bəllidir, bu adam ki yazır, əgər gördü qələtdir, bunu silər, davam elər. Yəni o silmək qalar və s. Amma onu ortada qalar, elə davam edər. Söz həman sözün düzün yazar gedər də, üstə alta çıxmaz. Burada bunu görürük. O söz qərələnibdir, yer olmayıbdır yaza, onu üstündən yazıbdır. Bu, bunu göstərir ki, bu kitabı ya özü, ya bir ayrısı, ya nüsxə götürən, ya hətta bunu alıb oxuyan, məsələn, nəzərinə gəlib ki, burada qələtli götürübdür, silibdir. Bu ola bilər, amma kim eləyibdir, onu təşxis vermək çox çətindir. Xüsusən mənim kimi savadsız bir insana. Görürük ki, bu səfələrdə o xəttləri vurmaq çoxalıbdır. Yəni,
Məsələn, burada görürük ki, bir dənə kəlmə yazıbdır. Aşağıda 3-cü sətrin sonlarında bir kəlmə yazıb, üstünə xətt çəkib, onu bir ayrı xəttlə çəkib aparıb səhifənin qırağına, haşiyə, yəni qırağına da, qıraq deyəndə olur haşiyə, ərəbcə haşiyə, türkcə qıraq. Qırağına aparıb, o qıraqda onu yazıbdır ki, nə istəyirmiş orada yaza. Ya bunu göstərir. Amma çox gözəl yazılıbdır. Mən bu gözəlliyi buna deyirəm ki, eləyə bilirəm bunu oxuyam və bunu düşünəm, bunu anlayam, alver eləyəm. Əlbəttə mən ona bir şey verə bilmərəm bu kitaba, amma ondan alam, onun düşüncələri ilə əlaqədə olam, əxlaqı ilə, din baxışı ilə, iman baxışı ilə. Çox gözəl, yəni bəllidir. Bu kitab bir dəfə elə bir çapa gedəcəkmiş, gediblər bunun iradlarını tutalar ki, çapa hazır eləyərlər. Bu cür bir vəziyyət keçirdibdir. Çoxlu qələtlərin üstünə, yəni çoxlu kəlmələrin üstünə xətt çəkilibdir, şey olubdur. Bu kitabın adı Nəsihətnamədir, 103 səhifə PDF-dir. Yəni bu 206 səhifə kitabdan ibarətdir. Çünki PDF-də hər iki səhifəni bir səhifəyə qoyublar. Cəlib budur ki, hər səhifədə təqribən 3-4 dənə heç olmasa qələt görünür ki, ya qələt deməyək, çünki mən bilmirəm, qəzavət olmasın. Qələt deyəndə elə bir ki, mən bilirəm. O qəzavətdir. Qəzavət eləməsək, deyək ki, görürük, qərələnibdir, yerinə ayrı bir şey yazılıb və hətta yazılmıyor. Məsələn, bu səhifədə görürük ki, qərələnibdir, yerinə də heç saat yazılmayıb bəzən. Onun üçün belə bir şey. Aşağıda da hətta görürük ki, bir şey yazılmışmış, silinibdir. O da orada qalıbdır. Bu da ki, mən deyirdim, kitab cırılıbdır. Ehtimalən kitab cırılmayıbdır. Bir şeydir, bunu qoyublar, onun kitabı saxlasın ki, əhsin sala bilələr. Ehtimalən o cür bir ağır bir şeydir, qoyublar oradan. O elə hər səhifədə biraz da dəyişir əlbəttə. Əl ilə ki, tərpədirlər, onun yeri dəyişilir. Burada da yenə də aynıdır. Bəllidir bu kitab. Mən ehtimal verirəm ki, burada məsələn silinib, əslən yazılmayıbdır. Silinibdir əslində. Burada silinib, amma yazılmayıb. İki yerdə, bu səhifə, iki səhifədə, iki yerdə, üç yerdə, iki yerdə görünür ki, silinib əsla və əbəda yazılmayıbdır. Bu kitab bizə gözəl bir baxış verə bilər, beləsi baxmaq. Yəni bu şəkildə şimdi səhifə-səhifə baxırıq və çox da əcələ ilə baxmırıq. Bizə bir kitabdan gözəl bir anlam verir ki, bu nə vəziyyətdədir səhifələr. Burada qıraqda görün nə qədər qıraq yazılır. Qıraq yazıları var, yəni haşiyəsi var. Təqribən bu səhifəni oxuyan adam elə kitabın içindən çox qıraqda mətləb yazıbdır. Kitab qutardı. Kitabın bu iki indi bu yazan əcəba kimdir? Bunu oxuyaq görək nə cürdür. Yazıb ki, görək hardan oxuyaq ki, tüccar tərəf, hala görək hardan oxuyaq bunu. Tətəm etdilər. Görək hardan oxuyaq. Havi təməssük ədat-kərim və hər muradımızı təməssük və muradımızı dilxahimiz üzərə tətmim etdilər. Etdilər s. O s üstə gördüm, oxuya bilmədim. Ona görə burada şey oldu. Maşallah sultanım çiyasət kərə və hər halidə çiyasət kərə yazıbdır. Ehtimalən çiyasətinizə, çiyasətinizə ki, burada nə oxunacaqdır? Maşallah sultanım çiyasətinizə və hər halidə saibanə hərəkətinizə rəşq və həssəd olunur. Burada bir cim yazıb, fəqət hərfi cim yazıbdır. Bəlli deyək ki, ya bərabər kəmərci, ya bərabər kəmərci taifəsindən insaf və mürüvvət olsa dəxi əsli kəmrək katibi ya cümrük ehtimalən. Cümrüki taifəsindən, cümrükçi taifəsindən. Burada da cümrük
ehtimalən bu cür oxuyacaq, amma çəmrək kimi yazılıbdır. Katibi hərfləri halinə qoymayıb, tüccar tərəfinə cor və təəddiyə tərğib edər. Bu hərəkətim mücərrəd ana rəğmən idis. Allah müəmmər eyliyə sultanım cəddünüzdən və pidəri buzurgvarınızdan zayi ticareti təəllüm etmişdim. Bi lütfullahi Teala sizdən dəxi nəzakət rifahiyyəti, burada bir kəlmə yazıb üstünə sözü bir təfənnündə pişgahi fətanəti dəstgahınızda zanuzədə-i rəziyallahu ənküm olub bu xan-ı nuəmayı sədr-i mücizül bəyanınızdən hisseyab olduğum nəfais pəndi kəndüsü və vəsilə-i təsəllüm və zəriə-i tənəüm oldum. Burada bir çoxlu nöqtə qoyubdur. Təmmətil kitab bi'unillahil məlikil vəhhab qəd vəqə xitam hazihur risalə fi yevmil isneyn, Doşənbə günü. İndi Türkiyədə buna deyirlər bazar ertəsi ehtimalən. Bazar ertəsi əşri min şəhr Cəmadül əvvəl. Cəmadül əvvəl ayının 10-cu günündə Səlasətə və işrinə məəteyni və əlif 1223 ilində. Bu burada fars ədədlə yazıb 1222-dir əlbəttə. Bunu biz 3 oxuduq, bildik ki orada 3'dür. Ehtimalən burada da 3'ü belə yazıbdır. Cəmadül əvvəlin 10'unda. Tamam. Bunu gördük ki, bəs bu kitab o zaman yazılıb. Əcəba bu kitab o zaman yazılıb, yoxsa bu nüsxədir? İndi gedək buna əvvəldən kitabı başlayaq, görək ki, nə olur. Bismillahirrahmanirrahim yazmayıbdır, biz deyək. Heç zərərli yoxdur Bismillah demağın. Dərari sipasi bisyar və qərari. Durari ehtimalən, dürərlər. Durari sipasi bisyar və qərari sənai bişumar به درجاهی اجابت پناهی جناب کردگاره اهدا شدن آخرا و سزاوار است. احتمالا برای فارسیده و سزاوار است که وجود بنی آدم را منبع جویبار کلمات و مطلع انوار ادبیات کرده است و از هر یکی این انسان ایشان احتمالاً تفسید لبان بیابان نادانی را سیرا و به تحصیل لمعان آداب کامبین و کامیاب و نائل درجات عالیات کرده است. اما بعد حالا امرای نصارانون معتبر و ناموری و شرزمه زرفانون سروری، bu da şərzəmmə yazıb da, amma ehtimalən sərzəmmə ola bəlkə, bilmirəm. Və şərzəmmə zürəfanın sərvəri, yəni getdi Türkiyə. Amma bə'dən getdi Türkiyə. Halat-ı üməray nəsaranın mü'təbər və namuvəri və şərzəmmə zürəfanın. Zürəfa adam, zərif adamlar, hünərmənd, düşüncəli. İndi bu günləri hünərmənd deyirlər zürəfa, amma mənzur düşüncəli insanlar. Nəqqaşzad da ola bilər içində, amma mənzur budur ki, yəni düşüncə əhlidirlər, zərif nöqtələri onları düşünürlər. Və şərzəmi zürəfanın sərvəri, hünərməndan zamanın dilavəri, mültəfit şahənşah zaman به صداقته و معتبر وکلای عظام دوران به استقامته اعنی بهی قدوة امراء الملة المسیحیة عمدة کبراء الطائفة العیسویة و
Yude aflaq, burada bir kəlmələr yazılıb ki, yoxdur. Və yude aflaq emirun əxlaqi Askerlet. Ehtimalen bu Askerlet zade Konstantin Bey dam ehtimalen iqbaluhu ve nal amaluhu. Tamam, bunları qələt siliblər, yani ona görə. Səbəb-i təlif bir ruz firuzidə, səbəb-i təlif. İndi buracan bir nəfər bu Məsihiyyət dünyasından bir böyük insan ki, adı da İskarlet Zadə Konstantin Bey. Belə bir şeydir, Konstantin Bey. Adı buymuş. Bunun indi görək nə mənə yazsın. Bunu deyəndən sonra gəlir ki, səbəb-i təlifi bir ruz firuzidə bizim nuşanuş söhbətlərindən nəş'i dar və ənvai vəd-i kərəm lazımul incazlərilə kamə çamkar olduğumuzda bu fəqirə təvəccüh edib hala xandan sədaqət bunyanı İskerlet'ten lab qərandaşım. Lab, bu bizim Azərbaycanda çox işlənir. Lab, yani yap. Lab qərandaşım olan Aleksandri Bəkzadə. Qardaşı, lab qardaşımdır. Yəni ehtimalən elə doğma qardaşıdır, hələ deyibdir. Amma da doğma deyil. Çünki doğma olsa lab deməz. Lab qərandaşım olan Aleksandri Bəkzadə bu anə. Ehtimalən adın şeyidir. Çünki bunu iki yerdə gördük. Üstdə də var idi, burada da var idi. Ehtimalən bu adın bir qismətidir. Bu anə gəlincən. Bu anə, ad deyil. Bu anə gəlincə istidadı maderzadi heysiyyəti ilə kəndüyə iktifa edəcək mərtəbədə bəzi kütüb-i əlsini müxtəlifəyi təhsil eylədi. Lakin min bə'd kəndüyə bəzi fəvaid hikayat nadirani ya nadirai havi və nəsaih və nükat موروث البرکاتی محتوی لسان ترکیده به نام حواریون بروج فنون نامنده bir رساله 12 مقاله تصنیف و خامه میمنت ختامه cezaylə. İstəyirəm ki, bu yazısını yazdım. Bunu görək ki, buradan bir nə çıxacaq da onu əvvəl onu buradan görək bu kitab. Şimdi deyir ki, kitabın adı Fəvaid Hikayət Nadirani və Havi Nəsaih نکات موروث البرکاتی محتوی لسان ترکیده به نام حواریون بروج فنون. پس bu kitabımız adı حواریون بروج فنون. نامنده bir رساله 12 مقاله تصنیف و خامه میمنت ختامنیز ایله صحیفه خاطرمی تعلیف eyləsəniz o deyir. Yəni o adam ki üstdə danışdı, Aleksandr hər kəsdir, o iki qardaşlar, hər nədilər. O deyir, buna deyir ki meymənət xaməniz ilə صحیفه خاطرمی تعلیف eyləsəniz از انسب و مظهری duayı tələmiz olmanıza səbəb olur idi. Diyu tərğib və təşviq etmələri ilə binaən əleyhi təlifinə ehtimam be'unillahil məlikil əllam xəttaminə
ختامینه یعنی butarmasına. ختامینه کوشش tam eylədim və billahi tövfiq. Məqalə əvvəl. Kitabın adı bu olacaq. Pəs onda 12 məqalədə bu adam gəlib bu kitabı yazıbdır. Adını da dedi. Əlbəttə indi bunun adı nədir tapacağıq ki, özünün adı nədir? İndi burada bu şahın zamanında bu xarici bir adamdır. Onun zamanında o da onun qardaşı. Özünün adı yoxdur burada. Görək necə olur. Məqalə əvvəl. در بیان آمدن آشنا به آشنا به آشنا در فصل حاصل شدن مرام از جنس از جستجوی تام. Bu məqalələri farsca yazıbdır. Cəlibdir. Məqalə ثانی در بیان مصادف شدن آشنا با آشنا در فصل محاسن نیک خصلتی و الزام شدن به بدخلقتی. مقاله ثالث در بیان آمدن ناصح صالح نجانه عیاش به خانه عیاش. طالح در فصل تأثیر نصیحت و توبه کردن از اشرت. مقاله رابع در بیان آمدن خصمین به حضور قاضی عسکر روم در فصل مقبولی اصحاب ادب و مردودی ارباب غضب. در فصل مقبولی اصحاب ادب و مردودی ارباب غضب. مقاله خامس آمدن دعوا به حضور قاضی عسکر در دیوان صدر عالی در فصل خلاص یافتن از آفات و بلیات به ایتای زکات و صدقات. مقاله سادس در بیان معارضه طیب به صیاد غریب در فصل ربودن خصه از قصه. مقاله سابع در بیان آمدن محتسب به صومعه شیخ مراتب به استدعای علو مراتب در فصل حصول مرادات به مراقبه و ریاضات. مقاله ثامن در بیان آمدن میر آخور اول شهریاری به حضور صاحب حضرت تاجداری در فصل قدر آشنایی اتباع و قیمت دانی عباد مطاع. مقاله تاسع در بیان آمدن پدر حرامی استادان شهر علا آباد به تبریچ علی آباد به تبریچ جاه جنجوری خلیفه بغداد در فصل محقر شدن کافر نعم به طمع خام و معتبر شدن شاکر نعم به قناعت تام. مقاله عاشر در بیان آمدن یکی از اعیان دولت علیه ابدی الدوام به زیارت یکی از موالی عظام و مباحثه ایشان در فصل آزمایش خدام به دقت تام. مقاله 11 در فصل سوء ظن و بهتان به ملاحظه مفسده عنوان. مقاله 12 در فصل کتم اسرار خود از رفقا و اخذ و خدمتکار. کتم اسرار خود از رفقا و خدمتکار yazıblar. Bunlar xod məqalə əvvəl. İndi burada məqalə əvvəl görək əgər türkü olmasa qoyarıq qırağa, gedərək türkü bölümünə. Fəqət istədim burada bir tanış olan kitabdan ona görə bunu oxudum. در بیان آمدن آشنا به آشنا در فصل حاصل شدن مرام از جستجوی تام. صفا جلدنیز خوش جلدنیز خیر مقدمیز حبان عالمده خیر مقدم من حبان عالمده sizəcə ömrünüz mədid və rəfətiniz məzid olsun. S. İndi bu s nədir? Dostlar, bir dənə s qoyubdur. Məsələn, yazıbdır ki, indi buradan biz görürük. Bu üçün axir səfərdə də görmüşdüm. Burada ona görə deyirəm. Aha, sual cavab. Tapdım. Çünki sonra cimlər də təkrar olur. Oradan bildim. Bəs sual. Deyir ki, səfa gəldiniz, xoş gəldiniz, xeyri məqdəm min حبان عالمده
siz ehtimalen muhibban aləm olacaq bu. O nun ki orada düşübdür, onu nəzərə gəlir ki, mühibban olacaqdır. Mühibban aləm də siz. Cavab. Ömrünüz mədid və rəfətiniz məzid olsun. Sin. Bir-birləri ilə danışırlar. İki nəfər. Bunlar sual-cavab deyil buracan. İki nəfər bir-birindən biri gəlir, əvvəldə deyir ki, səfa gəldiniz, xoş, ev sahibi məsələn. Ev sahibi birinə deyir ki, səfa gəldiniz, xoş gəldiniz, xeyr məqdəm muhibbanə-i aləmsiz. O birisi cavab verir buna. Ömrünüz mədid və rəfətiniz məzid olsun. Ev sahibi deyir ki, təşrifiniz nə tərəfdən? O birisi cavab verir. Toğri, bəndəxanədən. Toğri yəni doğru söz. Doğrusunu desəm, düzün desəm. Toğri, bəndəxanədən. Ev sahibi soruşur məsələn. Sin. Heç bir qeyri məhəllə uğramadınız mı? Cavab. Xeyr, haman səhəri qəhvə və qəhvə altı əsnasında Cənab-ı Şərifiniz xatirimə xutur etdiyi saat biqərar və dərhal atimə səvar olub ziyarətinizə can atdım. Bunları indi səs ilə oxusam bəlkə daha yaxşı olar. İndi mən bunları biraz səsini dəyişdireyim. Buradan bizə ev sahibına bir səs qoyaq. Şey sahibına da bir səs. Səfa gəldiniz, qədəm gətirdiniz. Ev ehtimalən bu əşarada yazılıbdır. Burada biraz qatışıq düşübdür. Ev sizə xoş misiniz? Ev misiniz? İyi misiniz? İyi misiniz? Xoş misiniz? Nə aləmdəsiz? İstifsara cavab. İndi burada bu istifsarı məsələn ayrı rənginə yazmışmış, paç olubdur. Bu adamın soruşduğuna, yəni o soruşur ki, səfa gəldiniz, qədəm gətirdiniz, iyi misiniz? Xoş misiniz? Nə aləmdəsiz? Cavab. Elhamdülillahil müteal. Ala külli hal. O dayı zişənin görək bu nə olacaqdır? O dayı zişənin duayı xeyri icabət əsərləri bir bərəkatı ilə şimdilik afiyətdəyiz. Hala səfa gəldiniz. Haqq budur ki, təşrifinizdən məmnun oldum. Ömrünüz ziyadə və bəxtiniz həmişə quşadə ola. Amma bu təqdiricə müxlisinizdə olan fovt qüvvət cazibənə mərtəbədə olduğu idrak edə bilmədinizmi? İstəyirlər ki, cazibə haqqında danışalar. Yəni, başladılar danışmağa. Amma bu təqdiricə müxlisinizdə olan qüvvət-i cazibə nə mərtəbədə olduğunu idrak edə bilmədinizmi? Nə cəhətdən sultanın dərunizdə dai dəvə keyfi salıb və sizi bəndixanə-i fəqirət calib oldu. Bəli, bu halət tərəfinin kəmal-i şövq و məhəbbətindən naşi sabiq təqdiri mühərrik bir cəzəbi həqiqətdir. Lakin müxlisiniz tağ yürümezsə yürümezsə əbdal yürür. Mislincə tağ, dağ, yəni kuh farsçası. Tağ yürümezsə
ابدال yürür mislince müsre'i bad payi cezebe-i kezere ya cezebe-i kerre bedreğe ve pişva oldum. Nükte. Siz bu meseleyi şimdi mi istima ettiniz? Xeyr sultanım müddeti medide ve ahdi bedideden berü hifzimde olup mucibince amel edinildim. Bu çok cəlib yazılıb bu. Edəkildim. İndi burada çılar, iki dana çi gəlibdir. Onları nı oxusaq, əməl edənlidindim. Yəni, elə bir ki, məcbur oldum ki, əməl eləyəm. Bir nəfər məni məcbur eləyibdir. Əmsalindəndir. O fiilə gəlir. Bu bürü hifzimdə olub mucibincə əməl etdiklədigim edinlədigim beləsi oxur, edinlədigim əmsalindəndir. Ya bu andəkin məhəbbətinizi, ya bu anədəkin məhəbbətinizi nə üçün atəşkədi həsrətdə səməndər misali bipərupa bal bırağıb rəşşaşə paşi qədəminizlə təskin süzdürür. İndi bunun qalanı nədir? Süzdürdüğü bu vaxtə təəxir buyurdunuz. Cənab-ı Cami-i Cəmi-i Müştaqin sidq ayini məvani'dən hifz eyləyə. Cənab-ı Cami-i Cəmi-i Müştaqin sidq ayini məvani'indən hifz eyləyə. Amin. Nənən kimi sultanım, nə kimin? Amin. Nən gibi sultanım. Şərəf-i mülaqatınıza olan iştiyaqımı rafi bir qəvi mane zuhur eylədi ki, sultanıma təqrir və gərəki gibi təbir edəməm. Bu nə günə manidir? Bu nə günə manidir ki, təbirindən bu mərtəbə izhar əcz edərsiz, lütf edin, oldukça bəyan və dərun müxlisdən dəf-i dərd-i xılcan buyurun. Cənab-ı şərifiniz fəqirxanədən yümnu iqbal ilə səadət xanəzə əzimət və muhsinizi kemal melal ile süpürdeyi külbeyi fürget buyurduğunuz gün alemi iftiragınızdan naşi pencereden pencereden آمد شد edenlere nəzər əfkəndi təmaşa olduğum halidə mərdumlərim ləhafə buş xabu bir vaqi'i qəribə iraətilə bəndənizi müstəqrəq muhit istiqraq oldu. Xeyr ola, nə məsəllü qəribə vaqi'dür. Nə məsəllü nəyə bənzər yəni. Nə misillü hətta. Nə misillü qəribə vaqi'ədir. Sual halətidir. Aləm mənamidə
alemi menamide yuxu, menam yuxu. Alemi menamide muxlisiniz dahi güya ol temaşacahim olan Zugagiden piyadece gelirmişim bir düste rast geldim bir dusta rast geldim elinde memlu bir megreme ve erbeka elinde memlu bir megrebe ya megreme var. Bana doğru uzattı. Şundan biraz alın ve tenavül edin dedi. Bendeniz münkesirül hatır olmasın için elimi megreme. Üstteki o megremedir pes. Burada daha güzel. Bir megreme var. Bana doğru uzattı. Elinde memlu bir megreme. Megreme hatmen bir kaptı da bir megreme var. Bana doğru uzattı. Şundan biraz tenavül edin dedi. Bendeniz münkesirül hatır olmasın diye için elimi megremenin içine soktuğum gibi megremede meyve xiyal eylediğim meger binden mütecaviz birbirine benzemez hürde ve barik yılanlarıymış. Bunların mecmui def'aten elime sarıldığı gibi feryad kunan bidar ve daire-i akliden çıkıp mecnunvar biqarar oldum. Hala ol günden bu beru ebvab-ı muabberini dur ederem. Ey sultanım, şefayı sadr olur bir tabir ederem. Şefayı sabr olur bir tabir ederem. Musadif olabildiniz mi? Musadif olabildiniz mi? Olmasaydım şimdiye dek İstanbul şehri gazgan ve bendeniz kefce olup cüstücude olan ihtimamım mani şekib ve aramım olmakla bir lehze khabu rahatten ve Udday. Bu Udday nedir? Orada da yazmıştı ama burada da yazıp değil. Ve Udday kirami ziyaretten bilkülliye mahrum kalmam iktiza eder idi. Müebberlerde kimi imtiyaz ve derdiniz kimi imtiyaz müebberlerde kimi imtiyaz verdir ve der imtiyaz ve derdinize kimin daruy tabirini şefasaz ettiniz. Sarraçxane grubunda Abdülkadir Efendi nam müebbiri imtiyaz eyledim. Rüyanızı necə təbir eylədilər? Sizin Misr Qahirədən gələcək əqrəb və əqrəbanızdan bir kimsəniz var mıdır diye sual eylədilər. Ey sultanım, nə qərib keyfiyyət, əcib sonra bəndəniz dahi nəəm vardır dedim. Bendeniz dahi naam vardır dedim. Müjde sana 3 güne dek gelur ve sana tamam bir sene iktifa edecek kadar pirinç ve şerbe ve edes şe'riye ve edes ve lobya ve sekker ve kahve ve bunun emsali yenece zekayir ermegani getirir. Bizi duadan unutma, çaşçı megremeye iki elini sokmuş.
sönmüş olaydın dedi. Ya bu tabir sizince şefayı sadr verdi. Keyfiyet menami bu vecihle tabir edenleri saati derunimde olan ve hem gam surur nişatı tahvil ve tamami ingibazım infirah ve inşiraha tebdil olduğu mahz şefayı sadrü kelimdir. Ya bu tabirin vaqiən bir əsəri zahiri oldu mu? Dünkü gün eyniyle mustofi birisine bir senelik enva-i zəxair ərməğan ilə geldi zuhur eylədi. Burada bir təsliyyət yazıqdır. Yəni nə mənim üçün təsliyyət? Elhamdülillah Teala beraber bir Elhamdülillah Teala bir birader. Elhamdülillah Teala birader. Bu derdi müşkülden kendinizi suhuletle hilasa himmet eylemişsiz. Minnet Allah azimüşşane aziz şane. Acep sultanım. Beyt o kadar beyt şiir deyir. Acep sultanım o kadar ürəyim şahid məqsudimini cüstücüdə tələbim rüxşinə meydan dükünə mədlulunca şeiri mən qələt oxudum, heç bilmədim nədir. O qədər arəyəyəm şahid məqsudim kim cüstücüdə tələbim rüxşinə meydana dönə ya da ki meydana dönə mədlulunca puyan olub ol əzizə musadifə etməmişsim halım nəyə varır idi. Gene bu təbirdən şəfayab olmayıb vəsvəsəniz mütemadi olmaq iqtiza eyləsə nəuzu billah zatünüzə tədbir və tədavi qəbul etməyəcək bir mərəz hanləmə irasına badi olmağa zəhmət əzimə çəkəcəniz müqərrər idi. Burada bir şey yazıqdır, oxuya bilmədim. Nəuzu billah zatınıza tədbir və tədavi qəbul etməyəcək bir mərəz hanləmə irasına badi olmağa bunu oxuya bilmirəm. Əslən bu kəlməni bilmirəm ki, acaba iki kəlmədir bir-birinə qatışıbdır, yoxsa bir kəlmədir beləsi ayrılıbdır. Mərəz mərəzə anlə irasına baş tapmadım bu nə oxunur. Qəbul etməyəcək bir mərəz anləmə irasına aşina badi olmaqla zəhmət əzimə çəkəcəkiniz müqərrər idi. Məqalə-i sani nə oldu? Burada hiç baş tapmadım. Məqalə-i saniyə gəldi. Və bilmədim ki, nə oldu? در بیان مصادف شدن آشنا به آشنا در فصل محاسن نیک خصلتی و الزام شدن بد خلقتی. Uğuriniz yani sizin qədəmi xeyriniz. Uğuriniz xeyr ola sultanım. Hay sultanım.
mükerrem olun. Sizin də ağzınız və sabahınız xeyir ola. Uğriniz. Ehtimalən bu şeydir. Məsələn, sübh yuxudan durublar, bir-birlərini görürlər, oradan danışırlar. Uğuriniz xeyr ola, uğurir. Uğur ehtimalən, yəni üzünüzə hər nə çıxır o, beləsi gəlir. Yəni günüz məsələn. Uğuriniz xeyr ola sultanım. Hay sultanım, mükerrem olun. Sizin də uğurunuz və sabahınız xeyir ola. Sultan danışır. Mən indi buradan təşxis verə bilmirdim, qatmışdım. İndi sultanla şeyi, yerin buradan eləyə bildik ki, danışaq. İzzətimiz türəcə nə? İzzət, əzimətiniz tərəcə nə? Sultanım. Əzimətiniz tərəcəgə, sultanım. Həman müqəddər olan məhəllidən. Hələ sultanım bəyan buyurun, yoxsa əsami oqunməzmi? Vallahi sultanım, bir əmr mühüm zimnində dəgül sabah dəvət keyf əsnasında əczayi məclisi fəqirin olan pədərmandi xanəyi əhbabın xələtat qələndəriləri muxlisinizə murisi kəlal və mucibi məlal olmaqla həman o oddai, yenə də oddai kəramidən bir dosti təxsis və təyin və bunyan məvaləti, yenə təsis və tərsin üçün şöyləcə əşhəb səvar əqdəm oldum. Bu əşhəb ya şəhəb, bələ. Şöyləcə ehtimalən aşıb məsələn, aşıb səvar əqdam oldum ya iqdam oldum. İsabət buyurmuşsunuz, lakin səadət xanənizdə bəndəxanədən əqrəb məkan yaran və məkini olan mühib diyərinizdən qeyri muanisət və müxalitətə şayan bir muxlis xalis cinanınız olmadığı nümayan və məlum ikən fəqirxanəyə arxay inan iltifat etmədən basıb geçmək haqq budur ki, istiğrab olunur, xüsusən rəhgüzəriniz ola. Hay sultanımın vadi vəfadaridə yeganə bir muxlis binə bəhanə olduğunu nə qədər bilirim. Çünki bilirsiniz, sultanım, hüquq dostu yani üçün elə bir and içir. Müraat və icrayı mərasim musafat etmədiniz. Üzr bu xətami kəmal lütfünüzdən istifa edərəm. Buna xəta deməzlər. Fərza fəqiriniz hazır dəkilmişəm. Fərzən ərəbcə yazıb burada fərzəni, yəni əlif ilə yazıb üstünə tənvin qoymayıb, əlbəttə o cür oxumalıdır. Bu xəta deməzlər. Fərzən fəqiriniz hazır dəkilmişəm. Məkan və məkin sizin dəgil midir? Xoş məgər olunmayanınızda xoş olun
miyanimizdə təkəllüf bir bərtərəfdir. Muxlisiniz necə dəfə səadətxanənizə varıb sizi hazır bulmadığım halidə üçər beşər saat miqdari bi təəssüf طرح افکن تکلف مربعنشین صدر توقف olduğum yok midir? Müəmmer olun bu haləti sultanıma mahz təbiət olmaq kəmal xulusinizdən naşidir. Və nə qərib ya xulus dedikləri məna sizin nüsxə zatınızdan müərra olmaq rəvamidir. Dəgüldür. Lakin siz gələ bizim miyanımızda məbna olan bunyan müvalat dirin möhkəm və mətin olduğuna binaən به لطف الله الملك القدیر hilal pezir ve muhtaç tamir olmadı. Tamam, iki nəfərin arasında bir danışıqdır. İkisi də böyük məqamdırlar, kiçik məqam deyirlər. Qardaşı dediğindən, indi kiçik qardaşdır, böyük qardaşdır, yoldaşdırlar bir-birləri ilə. Görüşürlər, hər ikisi də bir-birinin sultanım deyir. İndi ehtimalən biri şeyxidir, dərvişdir, biri sultandır. Sultan şaha deyir sultan, yəni dərviş şaha deyir sultanım. Şah da dərvişə deyir sultanım. Belə bir danışıq gedir iki nəfərin arasında. Sual-cavab deyə sin və cim deyə yazıblar, sincim. O İranda da deyərlər ha sincim odur. Elə bu da sincimdir, sual-cavab. Amma sual-cavab deyil. Əslində iki nəfər bir-biri ilə danışır. Bəzən sual olur, bəzən olmur, amma bu cürsə davam edir. Gedək hər 30 səfərdən bir dənə oxuyaq. Deyək, bu səfərdə 27. Hər 27 səfərdən bir dənə oxuyaq. Bura getdiyiniz şey 27 buradır. Çalışım ki, məsələn, bundan bir səfəni oxuyayım. Sultanım, bəndəniz sabahidən bəri bulub dəryada qaid və mahi mahiyə məramümün giriftari şəst-i zuhur olmasına mütərəssid olub sizin imanınız ilə məşhudum olan laşənin vücudundan və rayihi kərihəsindən burada bir xət çəkib də aparıbdır. Bir dənə burada qalıbdır. Sətrin ortasında bir şey yadından çıxıbdır. İndi bir dənə heyvan görüblər, onun istir elmi açalar, onu görələr nədir ehtimalən. Onu bu adam şaha tozih verir. İmanınız ilə məşhudum olan laşənin vücudundan və rayihi kərihəsindən qət'ən xəbərim yox idi. Hala şimdi dəxi məşamimdə əsla bir əsər yoxdur. Sual, yəni soruşur. İmdi kişi bu rayihi kərihəsənin vücudunu sərtapa ihatə və quvve şaməni bilkülliyə izalə eyləmiş, xüsusən səbahidən bəri bu ləbi dəryada qudi iltizamın dəmağına iras burudə tam və pu yarazdan sonra burudə tam və bu yazardan sonra yazar oxuyaq bunu. Bir zı üstə qoyub, əlifin üstünə qoyub, mən ona görə bunu bu yüzlük oxuyuram. Yəni, yaz qabaqlıq. Bu yarazdan sonra
müteneffis olan havayı لدو seni darullenmiş mahi gibi. Burada bir havayı, burada bir şey yazılıb ki, gedibdir birazı. Ben oxuya bilmirəm ki, nədir. Lədusunu oxunuram, ehtimalən bu bir şey ola. Səni darullenmiş mahi gibi sersam eylemiş. Kerem buyurun efendi, bendenizi nevaziş hatır ve tesliyeti ve vafir ile ve tesliyeti vafir ile evveli teltif, sonra bu mertebelerde tahvif buyurmanızın hikmeti nedir? Kişi böyle mahalli mühlekede seyd mahiye iştigal zaruretten naşi ittifak ehl ve ayal için olmadığını kuvve fetanetle bildim. Fetanet zirehlik, huşluk. Fetanetle bildim. Ve ol biçarelere terahümen siyanet vücudini iltizam eyledim. Duayı ömrünüz mezid ola. Dua ömrünüz mezid ola. Efendim istid'a. Lakin tuğdi bu gamağa yaramaz. Lakin tuğdi bu gamağa yaramaz. Şeltece çünkü bilmezlikiyle ihtiyar eyledigim amel zimninde yani fec'aten def'aten birdenbire. Tamam, burada koyaq çünkü bir səfədən çox oldu. Gedək 47'ye dubara yenidən 47'ye 47. مانند جام صهبا ایاغ دستیمده ایکن زاهدی متعصب که بی دفعات براق bu daiyeden fariq ol dedikçe bendeniz dahi nişveyab iltifat olup dembedem ciger edim. Dembedem ciger edim akıbetül emr sadri valaden bana toğri tenezzül ve izhar ruy temayül edip اوج دفعه باشمی و üç دفعه باشمی و üç دفعه دخی sırtımı dest نوازش rahimaneleriyle okşayıp ve var imidi ağaşmadan sonra vucuh ile benden emin ol. Ba'del yevm sen benimsin, ben senin. Her veçle hatirini hoş tut ve tergemin tereddi ve izhar teveddi kendine etiyad ve ancak benim ruhi himayetime istinad eyle diye teltif hatirimde ifrat eyledinizden sonra hin vedaide bir sobe samuri giranbeha ve bin adet sikke hasene meshub bir sirre اعطا buyurdular. Aferin beraderga bu şidde-i galilə. Aferin berader ağa. Aferin berader ağa bu şidde-i galilə əqəbində bu
فرجی عظیمه تحصیل استحقاق حق budur ki zatında müzmir olan cevher-i xilgeti hamidenün tesiri idi ki verای پرده اشتباه دجلدür ya eşbah, perde eşbah. Burada elbette bir tane da ayrı bir şey yazıp tı okuyuram ben ama eşbah daha geldi. Gedaq səfə 67-yə bir baxaq görək ki 67-də nə var? Çünki lazımdır islah aləm üçün mü'tərifi cürmi yenə səzası olan cəzası ilə mücazat və haqqi ihqaq və kəndüyü təxbəndən xalas üçün ibad məmlukindən birini i'taq edər. O birisi danışır. Deyid, cürmünə mü'tərif olan miskin آندن kim ola taat bin. Yekdir آندن kim ola taat bin. Beyti mədlulinca li məsləhəti iqrar cürmi etiyad edən qovlə tərtib cəzası midir. Xüsusən bu qədər məhbus, məscun, bigünahi təxlisə mütəəlliq سعی و جهدم لله و حسن اعتراف هر cürmünə pənah ola. O birisi cavab verir. Xoş yavərim. Xoş. Ehtimalən bu əliflər ki mən görürəm, bu əliflər kəlməni ayırmaq üçün ki şey olmur. Xoşa ya xoş. Məsələn, əlaməti təəccüb deyək, məsələn, xoş. Yavərin mütərifün cürmini cənabi kibriya əfv edər. Mulukən nərədə qaldı, lakin bu məquli cəsarət məhalikdən ibarətdir. Haman Həzrəti İzzət Mənnan səni bu qədər ibad bi günahi təlxis üçün bu iqrar cürmi ilham ilə rəhbər aman və mədədrəs əhl-i zindan və bu təqrib ilə zatini faiqi qaiqul əqran və misar bilbənan eyləmiş. Həmdən Gedaq 87-yə. بیهوده اغضاب و nair درونimi ilhab ilə məzaq edərlər. Onlar sizi münfəxi lətayiflə ilhab elədiklərindən sonra hər biri yenə təkrar üzərinizə şaşbaş etizar olub. Bu şeydə toylarda da şaşbaş nə mənə deyirlər ona? Şaşbaşdır, nədir? Şabaş. Bəlkə o şabaşı deyil burada. Şaşbaş etizar olub təsvir nairi qəzəbinizə bəzl iqtidar edərlərmi? Yoxsa xəndəl ya xəndəl xəffaf kimi ehtimalə xənzəl ola ya xəntəl yazıb burada. Xənzəl xəffaf kimi məclislərindən tərd edərlərmi? Xeyr, Çin təhəvvürümdə heyni təhəvvürümdə gedəyim desəm hər biri manənd həmayil bu timə sarılıb buduma, yəni bu timə sarılıb buduma, qıçıma, qol qıçıma. Bu timə sarılıb
کل خمرا مثالی کل خمرون مثال غاجتن infal ile پیرایه olan ruhsarimden busetin اعتذار و هزاران و هزاروان روان و هزار روان اسم اولسم احتمالا اتسم استم دوار و استعفای cezayiminiz şətələrində kərran olurlar. Ya siz xan dostanindən bunun eşalı alə təvali mütənəim olduğunuz nəəmai qeyr mütərəqqəbə nə üçün silkər atır, silkələmək və atmaq. Silkər atır və hər bir təbqəcəyi vacibi leşkerini serpuş küfrani ile oturasız, örtersiz. Ömrüler gerek. Sultanım, ba'del yom siz dahi şahit olun ki dostan qadimenin ashab meratib ve vala olanlarından başka bas paya, pis paya olanlarından dahi biri ala tariq latife başıma örse bile tabbet ve ric'at ilallah mugabile değil yüzüne ked nigah etmeyim. Tahsin, aferin Muhammed Ağa. Tahsin, aferin Muhammed Ağa. Allah Teala seni mükerrem ve tövbeniz üstünde sabit qedem eyleye. Bu babide bizi ve siyanetiniz tərəfindən olan əhbabi məmnun etdiniz. Qalanı qalsın gedək səhifə 106-ya ki, təxminən kitabın axırıdır. Bu 100 axırı oxuduq. Buna görə biraz məsələn 2-3 səfə qabaqdan başlayaq. Hesab olunməsə səni rica elədikcə onlar israr edirlər. Axır çar zimmətimdən cümleyi əmtəi iqtiza edən rüsumi cümrücə iktifa edəcək mətai 3 dengek içinden intihab ve istishab elediklerinde xeyr sultanım hemen siz benden akçenizi alırsınız yoksa ben metaimi ceddede furuxt için xarid ettim. Diye feryad kunan perişan ve zabur meydan olan ve ziveri meydan olan parçaları düşürmeye başladım. Ey sultanım sonra ben emre meşgul iken şerifin veziri hala bu akmeşeye kumaşlar, akmeşe cemi kumaş. Bu akmeşeye müntəxəb paşa tərəfindən Darüs-Səadət Şərifə ağasına ehda üçün sizdən iştira olunması mətləbdir. Diye kulağıma işrab
eylədiyində, işrab eylədiyində Paşa Həzrətlərinə bu butlərdən 20 parça əmtəə zərtar ehda edəyim, tək həman akçə alsınlar dedim. Vay sultanım, iş murad üzrə bitmiş ikən bu mərtəbədə israrı nə məsləhəti üçün etdiniz? Benim cevabımı paşaya arz etdiklərində benim üçün ihda edeceği 20 qətə qumaş zərtarı kendiye tərəfimizdən hədiyyə olmaq üzere verib qusurini gümrük rüsumatı bədəli algıyasız diye emr vardır. Emr varid olmaqla əmtəəyi müntaxin içində 20 parçasını iqraz edib maədasını bədəli rəsmi cümrük olmaq üzərə kəndülərə təslim edənlər dəxi əxz və qəbzi havi təməssük və hər muradimizi dilxahimiz üzərə tətmim etdilər. Maşallah sultanım, çiyasetinizə və hər halidə sahibانه hərəkətinizə rəşki və həsəd olunur. Ya bərادər, cümrükçü taifəsində insaf və mürüvvət olsa dəxi əsl cümrük katibi hərifləri halinə qoymayıb tüccar tərəfinə zor təəddiyə tərğib edər. Bu hərəkətim mücərrəd ana rəğmən idi. Allah müəmmər eyləyə sultanım, cəddünüzdən və pedəri buzurgvarınızdan zayi ticareti təəllüm etmişdim. Sənaye olacaqdı, zayi yox. Bir dəndanəsi vardı. Sənaye ticareti təəllüm etmişdim. Bilütfullahi Teala sizdən dəxi nəzakət rifahətini təfənnündə پیشگاه فتانت دستگاهنیز ده زانوزده رضی الله عنکم olup bu xan نعمای صدر معجز البیانizdən hisseyab olduğum nefais pendi kendime vesile tesellüm ve zeri'i tene'üm eledim. تمت الكتاب بعون الله الملك الوهاب قد ودق ختام هذا الرسالة في يوم الاثنين عشر من سماء شهر جمادی الاول سنه 23 معتین و الف. تمت qurtardı. Tamam, buranı tərcümə eləmişdik. Kitab çox sadə yazılıbdır. Mənim nəzərimə gəlir, əgər bundan önce Türk dilində kitab yazılmış olsa, bu formatda heç. Əgər yazılmış olmasa, bu əvvəlin kitabdır. Türk dilində ehtimalən, bilmirəm, dedim yazılmış olsa. Ola bilər, bu ən başlanğıc kitab olar ki, gəlib nə edibdir? 2 dənə adam bir-biri ilə danışır. İndi modern yazı dediklərində bu formatda yazılır. Yəni, məsələn, goftəm goft. Ya gəlir, beləsi deyilir, goftəm goft. Ya beləsi yazılır, hərəsi bir paragraf olur. Goftəmin qabağında 2 nöqtə qoyurlar, nə mənə o deyib də o yazırlar orada. Sonra bu, məsələn, araya geçir, deyir ki,
Qoftəm, indi məsələn, qoftu yazır. Qoft, o onun cavabında, mənim cavabında nə dedi? O da 2 nöqtə qabağına onu yazır. Bu modern indi ədəbiyyat, dünyanın bugünkü modern ədəbiyyatında, romanında, qazetlərində, dərgilərində feilən belə yazılır. Cümlələr də qıssadır. Bunların da, yəni mən indi 2 gündür kitablara ki baxıram, cümlələr çox qıssa yazılır türk dilində. İndi Azərbaycan Cümhuriyyətində və Türkiyənin bəzi yazılarında, və Türkiyənin yazıları çoxu qıssa olur, amma bəzi yazıları bir səfər, 2 səfəri, cümlə deyil. Bunu oxumaq məfhum yaddan çıxır qabaqda nə oldu, nə olmadı, kim nə qatışdı. Ona görə cümlələri qıssa yazmaq çox önəmlidir ki, bir də insanlar sadə, hər nə qədər sadə yazılsa, insanlar onu rahat düşünürlər. O şey ki, onları çətinlik asılı, onu oxumazlar. Nəzərimə gəlir ki, çox bir modern şəkildə yazıbdır. Sual-cavab şəklində yazıb əslində, amma sual-cavab deyil, danışıqdır. Dedim, dedi. Etdim, etdi. Beləsi. Çox bir şirin dildə yazılıbdır. Bunun oxumağı, əlifbası çox yaxşıdır, biraz orada-burada xətlər yaxşı deyil, oxumaq olmur. Və bir də kəlmələr bəzən bir-birinin içinə giribdir, onu da ayırmaq çətindir. Bir də ki, bizim savadımız yoxdur, yəni mənim savadım olmadığı üçün kitabın bəzi kəlmələrini oxuram, əlifbasını. Elə bir ki, məsələn, Japon dili oxuram. Bilmirəm ki, o Japon dilin, məsələn, əlifbasını, məsələn, öyrəşmişəm. Amma orada əlifba ilə kitab oxumaq olmaz ki. O, hər bir kəlmə bir özünün içində bir dünya mənası var. Tarixi var, ehsası var, duyğusu var. Bunun içində dini ola bilər, əxlaqı ola bilər, fəlsəfəsi ola bilər, tarixi ola bilər, sülh ola bilər, savaş ola bilər. Bir dənə kəlmənin içində hər şey ola bilər. Bunun üçün biz bir dənə kəlməni Japonca, məsələn, əlifbasını götürək deyək, başarırım. Ondan oxumaq çıxmaz. Mən də türkü oxumadığım üçün və təxəssüsü dillərə əlim çatmadığı üçün, zorum çatmadığı üçün oxuyanda da baş tapmıram bəzi kəlməni ki, bu nəcür oxunar əslən. Çünki kəlmədən beynimdə heç bir ön bir tanışlıq yoxdur zehnimdə. Yəni oxuyanda zehnimə bu səsdə, bu ahəngdə, bu yazıda bir şey gəlsin yoxdur. Qaranlıqdır. Onun üçün biraz çətinlik bəzi yerdə çəkirəm, bəli vaqiət budur ki, bu kitab çox rahat yazılıbdır. Çox rahat, sadə dildə yazılıbdır. Amma sevdim bu kitabı. Bu kitab nəzərimə gəlir ki, bunun əvvəldən axirə bir nəfər oxusa, çoxlu məsələləri, ictimai, siyasi, dini məsələlərin üstündə bəhs gedir. Məsələn, əvvəldən yuxudan başladı, yuxusu təbir eləmək istədi. Oradan başlayır, axırda gümrükdən danışır. Və gümrükü nəqd edir əslində ki, məsələn, orada paşa vardı, nə qədər rüşvət alır. Orada bir dəftər var, dəftərçi vardı, nə mənidir? Gümrük katibi. Gümrük katibi var, o hamıdan belə pisdir. Bunlar, yəni, keçir ictimai bir şeylərə, tənqidlərə. Hər halda çox gözəl bir kitabdır, oxumalı bir kitabdır. Bunu belə indi dastan şəklində, yəni indi bunu çap eləyəsən, biraz da cümlələrin sadətər yazasan, mənim nəzərimə çox gözəl türkcəni bizə öyrədər. Sağ olun, var olun. Allaha bir daha şükür eləyək, bugün bizə ömrü verdi və qismət elədi bu kitabı bizə. Türk dünyasından, Türk yazı uyğarlığından, təməddünündən, mədəniyyətindən daha bir kitabla tanış olduq ki, kitab doludur müxtəlif məsələlərlə, o cümlədən ictimai tənqidlərlə. Bu çox önəmli bir məsələdir. Görək ki, Allah ömür versə bir başqa gündə yenə bir ayrı kitabla tanış olarıq. Sağ qalın, səlamət qalın, hələlik.